Hazreti Peygamber Aleyhisselam buyurur ki, məndən sonra mənim 12 evladım imamət məqamına çatacaqdır. Mənim varislərim olacaqlar və 12-cisi adı adımdan, künyəsi künyəmdən və həm də mənim nəslimdən bir şəxs olacaq ki, Allah onu yer üzərində zülm, fəsad, haqsızlıq, ədalətsizlik yer üzərində dolanda o mənim evladım zuhur eləyəcək və Allahın Qur'anda buyurduğu dünyada Allah hakimiyyəti quracaq, İslam hakimiyyəti quracaqdır. Bunu Peyğəmbər Aleyhisselam buyurub və bütün İslami məzhəblərin hamısının kitabında bu hədis var. Heç kəs bu hədisi inkar edə bilmir. Amma məsələ nədir? Buradan ki bölünübdür məsələ, Əhl-i Beyt məktəbi 12 imamı Əli Aleyhisselam başda olmaqla İmam Həsən, İmam Hüseyn və digər imamlar ta Həzrət Hüccətə qədər hamısını görüb, tanıyıb və onlara iman gətirib ki, Peyğəmbər Aleyhisselamın dediyi 12 şəxs bulardır və Həzrət Hüccətin də zuhuruna etiqadımız var. Buna da dəlillərimiz var Qur'anda, Qur'an ayələri ilə dəlillərimiz var. İnsanın necə diri qalması da məsələsi var, başqa məsələdir. Necə ki, misal üçün onlardan bir-ikisini misal çəkmək olar. Xızır Aleyhisselam, İlyas Peyğəmbər, bütün İslami məzhəblər onların diri olduğuna inanırlar. 5000 il, 6000 il, nə bilim neçə min ildir yaşayırlar. Və necə ona etiqad edirsən, amma Peyğəmbərin buyurduğu imamlara etiqad eləmirsən, deyəndə ki 12-cini Allah 250-ci hicridə, yəni 1200 il bundan qabaq dünyaya gətirdi, amma yaşadır onu, ona inanmırsan. O problem buradadır. Yəni Xızırın diri olduğuna inanır, amma 12-ci imama deyir necə ola bilir, necə yaşayır o. Bəs mağarada 300 il yaşadılar, 310 il mağarada yatdılar, heç nə yemədilər, içmədilər. Və necə oldu? Və yaxud da ki, Peyğəmbərin uzun qulağı, Peyğəmbər yuxuya getdi 100 il, 100 ildən sonra ayıldı, baxdı ki, uzun qulağın skeleti falan, hələ bu bilmirdi 100 il yaşayıb. Bu hadisələr hamısı Qur'anda var. Əgər müsəlman Qur'anın bir hərfinə şübhə eləsə, İslamdan çıxar. Bizim onlarla işimiz yoxdur, inanmır özü bilir. Amma bir də var ki, mən deyəm ki, mən müsəlmanam, Qur'ana inanıram, bütün dediklərinə, onda bu ayələr də sənin üçün bir dərsdir. Ki, insan 1000 il yox, lazım olsa Allah 10.000 il yaşadar. Elə bizlə yaşayar, amma heç tanımarıq. Allahın ixtiyarındadır o şey. Yəni, İmam-ı Zamanın bu günlərin gəlişi artıq əlamətləri ilə 1400 il bundan qabaq Peyğəmbər Aleyhisselam əlamətləri deyib ki, mən keçən cümədə də sizə nisəsini dedim onu. Ki, əlamətlər artıq hamısı görünür. Bunun üçün də gərək insan elə Peyğəmbər Aleyhisselamın o balaları ki vardı, evlatları ki, imamlar ki var, Mövla-i Müttəqiyan. Bunlar nə deyib? Peyğəmbər Aleyhisselam buyurub ki, mən elmin şəhəriyəm, o şəhərin də açarı, qapısı kimdir? Əli, yəni imamlar. Onların sözü ilə biz nə inirik? Qur'anda bəzi imamət ayələrinə diqqət edirik